Elgün. Elgün. Bax, belə bir Yumika Azdan Oppo smartfonu var. Bunu sən qazana bilərsən. Sadəcə nə etmək lazımdır, indi sənə deyəcəm. Zəng vurursan istənilən adama. Telefonu qoyursan qromkaya. Və mən həmin adama sual verəcəm. 15 saniyə ərzində cavab verə bilsə, smartfon sənindir. Bilirsən ki, nə zəng vuracaqsan? Fikirləş. Bu arada bu smartfonun yaddaşı 128 GB və RAM-ı da 4 GB-dır. Yəni az-nə çox 4 GB RAM, 128 yaddaş. Səncə yaxşıdır? Sən artıq zəng vurursan həmin adama. Nə tərsən əfəndim? Yaxşıdan sağ ol. Bilirsən. Dərsə qoşulmuşdum, işıqlar söndü. Valla dərsin başını bırax gör nə deyirəm. Sahil bağındayam. Bu Yumiko'nun hədiyyələrini paylayan oğlan var. Tanıyırsan yəni ki, qarşıla çıxıb. Mən də bilməm. Hə, nəysə. Sən 15 saniyə ərzində sual verəcək. Sən cavab verməlisən. Aha. Hazırsan. 15 saniyədə 50 dənə. Bizdən çox sözüm. Bir sual bir dənədir. Adı nədir qardaşın? Əfəndi. Əfəndi, bir dənə sualdır, bir dənə sualdır. Bir dənə cavab olmalıdır. Vəssalam. Suala doğru cavab versən, qardaş telefon hədiyyə qazanacaq. Telefon, Oppo smartfonu qazanacaq. Aha, buyur. Hər şey sənin əlindədir, əfəndi. Hazırsan? Tamam. 15 saniyə vaxtın olacaq. Çərşənbələrin düzgün sıralamasını deyin. Əvvəldən axıra kimi. İlk hansı gəlir və hansında bitir? 15 saniyə başladı. Su çərşənbəsi, ot çərşənbəsi, yer çərşənbəsi, torpaq çərşənbəsi. Dəqiq, əminsən? Yaxşı-yaxşı fikirləş ha. Xeyr, əminəm. Çox sağ ol. Doğru. Söndürə bilərəm? Səncə düz dedi? Bəli, tamamilə doğru. Sən əminsən ki, düz dedi? Əminəm. Necə dedi? Demək, su çərşənbəsi, ot çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi. Ot məncə üçüncü idi məncə. Səncə üçüncü idi? Məncə üçüncü idi ot. Amma o odu neçə dedi? İkincidir. Su, ot, yel, torpaq dedi. Amma o düz dedi. Düz dedi. Təbrik edirəm. Bu gözəl smartfon artıq sənindir. Sağlığına işlədəsən. Buradan ürək sözlərimi Yumika demək istəyirsən? Sağ olun. Ürək sözlərimi təşəkkür edirəm bu konsepsiyaya görə. Sağ olun. Sağ ol.